biləcəyinizi göstərəcəyik. Əvvəlcə tətbiqə daxil oluruq və ana səhifədə yerləşən elektron arayış düyməsinə klikləyirik. Alternativ olaraq menyu bölməsinə keçərək, xidmətlər və müraciətlər hissəsindən də elektron arayış bölməsinə daxil olmaq mümkündür. Açılan səhifədə arayışın növünü, eyni zamanda tələb olunan müvafiq xanalara lazımi məlumatları daxil edirik. İş yerinə dair arayış seçimini edirik. Burada əmək haqqının göstərilib-göstərilməməsini seçərək, iki fərqli formatda arayışı yükləyə bilərsiniz. Arayışın təyinatını seçir və təqdimat yerini ümumi və ya ünvanlı formada müəyyən edirik. Ünvanlı təqdimat halında arayışda göstərilən məlumata əsasən həmin e-arayış müvafiq işə götürənin kabinetində aidiyyəti bölmədə əks olunacaq. Daha sonra sənədin etibarlılıq müddətini və istəyə uyğun olaraq elektron poçt ünvanınızı daxil edirsiniz. Şəxsi məlumatlar sistem tərəfindən avtomatik olaraq arayışda əks olunacaq. Təsdiq et düyməsini kliklədikdən sonra arayışınız hazır olur.